Salam, dəyərli 8-ci siniflər Unit 6-ya baxırıq və mövzumuz Change Makers, yəni dəyişiklik eləyənlər və mövzuya odaqlananda, topikə odaqlananda, fokuslananda deyir ki, kiçik qruplarla işləyin və təsəvvür edin şəkilləri ki, and say how young people can help make positive changes in each situation. Hər situasiyada müsbət dəyişikliklər etmək üçün gənc insanlar necə edə bilərlər? Nə edə bilərlər? Nə edə bilərlər gənc insanlar? Evsizləri nə edəsən? Hansına birinə nə edəsən? Nə etmək olar? Zibilləri təmizləmək olar. Fil burada gəlib səhralığa düşüb, yəni quruyub. Maraqlıdır, mənim bir fikrim yoxdur və burada yazıq it belə dayanıb küçə heyvanları, nə bilmək. Küçə heyvanları sığınacaq lazımdır da, başqa nə lazımdır ki? Və yeni sözlər deyir ki, gənc dəyişiklik edənlər, gənclər haqqında oxuyun və paragrafları aşağıdakı cümlələrlə uyğunlaşdırın. Deməli, cümlələri oxuyuruq. This change maker saved his or her country's people from darkness. Bu dəyişiklik eləyən nə eləyib? Hansı dəyişikliyi eləyib? Öz ölkəsinin insanlarını qaranlıqdan qurtarıb. This change maker could change the law in his her hometown. Bu dəyişiklik eləyən isə öz doğma şəhərində nə eləyib? Qanunu dəyişib. Üçüncüsü isə nə eləyib? Had to leave his her home country. Öz vətənini tərk eləməli olub. Dördüncüsü nə eləyib? Invented a new device və yeni bir cihaz ixtira edib. Okay. A bəndini oxuyuruq. A paragrafını. Bu kimdir? Muhammed Al-Jaund, 18 Syria. Suriyadan olan 18 yaşlı Muhammed. Muhammad grew up in Syria but moved to Lebanon when life became too dangerous at home. Muhammed deyir, Suriyada böyüyüb, amma öz vətənində, evində həyat çox təhlükəli olanda o Liviyaya köçür. Lübnana, Liviyaya köçür. Like thousands of refugee children, Muhammed couldn't go to school. Və deyir ki, minlərlə qaçqın uşaqlar kimi Muhammed də məktəbə gedə bilməyib. So he decided to motivate children in the same situation. Və beləliklə o qərara gəlir ki, özü ilə eyni vəziyyətdə olan insanlar uşaqları motivasiya eləsin. Together with his family, 12-year-old Muhammed built a school in a refugee camp where 200 children now access their right to education. Və öz ailəsi ilə birlikdə 12 yaşlı Muhammed bir qaçqın düşərgəsində bir məktəb tikir, haradakı 200 uşağın, şagirdin təhsil almaq hüququ yaranır. He helps children to learn and have fun with games and photography. O deyir uşaqlara neyinir? Öyrənməyə və şəkillərlə, şəkil çəkmək və yəni fotoqrafla da, fotoqrafçılıq və oyunlarla əyləncəli vaxt keçirməyə kömək edir. Muhammed's hard work and luck helped him to change the lives of many refugee children. Muhammedin çox işləməsi və uğuru ona kömək elədi ki, qaçqın uşaqların həyatlarını dəyişsin. Children's Peace Prize and MTV's Generation Change Award are among his achievements. Və onun nailiyyətləri arasında uşaqların sülh mükafatı və MTV'nin nəsilləri dəyişmə mükafatı onun nailiyyətləri arasındadır. Deməli, Muhammedə hansı düşür? Birinci düşürü qaranlıqdan qurtarıb. Bəlkə qaranlıq burada məcazi mənada da işlənə bilər. Baxaq görək.
Sonra Melati Wicson, 19, Indonesia. Deməli, 19 yaşlı Melati İndoneziyadan. Melati grew up on the island of Bali, a place where plastic waste caused a real danger. Melati Bali adlı adada böyüyüb. Harada ki burada plastikdən olan tullantı real bir təhlükəyə səbəb olmuşdu. Once when she was swimming in the ocean, she came out of the water with a plastic bag around her arm. Deyir ki, bir dəfə o okeanda üzərkən dənizdən necə çıxdı? Qolunun ətrafında plastik kilok var idi. So, Melody decided to start buy plastic bags campaigns və Melody qərara gəlir ki, plastik salafan kiloklar da, yəni onlara bay desin, belə bir kampaniyaya başlayır. She didn't do it on her own. Bunu o tək yalnız başına eləmədi, on her own yalnız. Her younger sister helped her organize beach cleanup campaigns və onun bacısı da ona çimərlik, təmizlik kampaniyalarını təşkil etməyə kömək elədi. Now, thanks to Melody, people in Bali are not allowed to use single-use plastic. Və Melody sayəsində indi Balidə insanlar bir dəfəlik istifadə üçün olan plastiklərdən istifadəyə icazə verilmir. Melody and her sister were part of Time magazine's most influential teens and CNN's Young Wonders in 2018. Və Melanie və onun bacısı Time magazine'in ən təsirli gəncləri və CNN-in də 2018-in Gənc Möcüzələri adlı yəni bu proqramların bir hissəsi hesab olunur. İkinciyə ilə B aiddir. Çünki öz ölkəsində qanunu dəyişir. Qanun da nə olub? Single use plastic, yəni bir dəfəlik istifadəçi olan yəni onların qadağasına, salafan kilokların qadağasına. Salvador Gomez Colon, 17, Puerto Rico. İndi də istifadə olunur da, sadəcə pulla satılır. Yəni bir də nə dəyişiklik eləyiblər, pulla satılırlar. Deməli, 17 yaşlı Puerto Rico'dan olan Salvador Gomez, when there was a hurricane in Puerto Rico on 2017, Salvador got the opportunity to help people in his country. 2017-ci ildə Puerto Rico'da burulğan olanda Salvador imkan tapır ki, öz ölkəsinə kömək eləsin. The government expected to have a serious problem, no power or electricity for at least a year, and said that they were open to ideas. Və hökumət gözləyirdi ki, çox ciddi bir problem olsun, yəni çox uzun müddətə, belə ki, nə elektrik olmayacaqdı, nə də yəni power, o da elektrikin bir növüdür. Biz zaryadka nəysə taxırıq, bax o olmayacaqdı və dedi ki, onlar yeni fikirlərə açıqdılar. So Salvador started the Light and Hope for Puerto Rico campaign və beləliklə Salvador Puerto Rico üçün İşıq və Ümid adlı bir kampaniyaya başlayır. Bu birinciyə uyğun olacaq uşaqlar. He provided more than 3,100 families with solar power lamps and hand power washing machines və o 3100 ailədən çox ailəni günəşdən güc alan, yəni günəş gücü ilə işlənən lampalarla və əllə işləyən əlyan paltaryan maşınlarla təmin elədi. Now Salvador continues to support the smart energy system in Puerto Rico and has started the Light and Hope for the Bahamas campaign. Və indi də Salvador deyir, Puerto Rico'da ağıllı enerji sistemlərinə dəstək eləməyə davam edir və bu dəfə isə Bahama üçün İşıq və Ümid kampaniyasına başlayıb. Salvador has received several awards for the help to his community. Və Salvador öz icmasına kömək etdiyi üçün bir neçə mükafat qazanıb. Uşaqlar, C variantı 1-ə uyğundur. Çünki o öz ölkəsinin insanlarını qaranlıqdan xilas eləyib və deməli, A-ya hansı uyğun ola bilər?
Öz ölkəsini tərk eləməli olub. Axı o ölkəsinə müharibə olduğuna görə o ölkəsindən çıxıb getməli olub. Üçüncü ad uşaqlar. Okay. Aha. Bəs one sentence is extra. Biri artıqdır. Aha. Yeni cihaz ixtira eləyib, belə biri də yoxdur. Okay. Və deyir ki, mətndəki tüm təriflərlə verilmiş bu sözlərə diqqət edin. Mən tərcümələrini dedim, amma indi yenə də deyəcəm. Motivate həvəsləndirməkdir uşaqlar, motivasiya eləməkdir. A variantı uyğundur. Provide someone with a reason to do something. Kimisə nəyisə etmək üçün bir səbəblə təmin etmək, bir səbəb vermək. Luck uğur deməkdir uşaqlar. Success because of chance rather than one's own actions. Yəni şansın var, yəni kimisə hərəkətindən daha çox, yəni şansı var deyənə gələn uğur. Achievement nailiyyət deməkdir. Something which someone has done successfully, especially after a lot of hard work. Kimsə nəyisə uğurla eləyəndə, xüsusilə də çox işləyəndən sonra nailiyyət. On one's own, yalnız başına, tək başına. Alone without the help of others, tək başına, başqalarının köməyi olmadan. Be allowed to do something, nəyisə eləməyə icazəsi olmaq. Have freedom to do something, nəyisə eləməyə icazəsi olmaq. Opportunity, imkan. A chance for progress, inkişaf üçün imkan. Expect, gözləmək. Believe that something will happen, inanmaq ki, nəyisə baş verəcək. Be open to hope. To something, I'm sorry. Be open to something, nəyisə açıq olmaq. Be ready to accept something new. Yeni bir şeyi qəbul etməyə hazır olmaq. Və deyir, yoxlayın, cavablarınıza ehtiyac yoxdur və tələffüzə fikir verin. Mən də tələffüzü dedim. İndi yuxarıdakılardan biri ilə cümlələrimizi tamamlayırıq uşaqlar. I don't need any help. I can clean up my room on my own. Mənim heç bir köməyə ehtiyacım yoxdur. Öz otağımı tək başına təmizləyə bilərəm. On my own. I won't do anything if I don't finish my homework. I won't be allowed to do anything. Deyir ki, ev tapşırığımı bitirməsəm mən nəsə eləməyə icazəm yoxdur. I expect to get an email from my friend soon. Mən gözləyirəm ki, dostumdan tezliklə e-mail gəlsin, əldə edeyim. The coach is trying to motivate his players to win the game. Coach öz, yəni coach nədir? Müəllim, trainer. Coach öz oyunçularını motivasiya eləyir ki, oyunu utsunlar. She always wears a red bracelet because she thinks that it brings her luck. O həmişə qırmızı bilərcək taxır, çünki inanır ki, o ona uğur gətirir. Young people should nə etməlidirlər? Should be open to. Should be open to advice from the elderly. Gənclər yaşlılardan, daha yaşlılardan, yəni məsləhət almağa hazır olmalıdırlar, açıq olmalıdırlar. Because of the pandemic, he missed the opportunity to study abroad. Deməli, o pandemiyaya görə xaricdə oxumaq imkanını əldən qaçırdı, fürsətini əldən qaçırdı. Opportunity, şans, fürsət, imkan. My brother successfully completed the marathon. It's a great achievement for him. Qardaşım nə edib? Achievement. Qardaşım deyir, maratonu uğurla bitirdi. Bu onun üçün böyük nailiyyətdir. Və oxumaq uşaqlar, sualları müzakirə edin deyir yoldaşından. Why has football become